Bakının gözəl mənzərələrindən biri olan İçəri şəhər mənzərələri həqiqətən insanın qəlbini oxşayır. Həqiqətən də insan düşüncəsini tamam başqa yerlərə, keçmişlərə aparır və insan xəyallarında o keçmişi yada salır. Məsələn, belə deyək də, Arşın Mal olan filmi və sairə insan anlayışı, insanın uşaqlıq illərində olan o xırda, həmin dövrdə çəkilən filmlər insanın gözü qarşısında canlanmağa başlayır. Həqiqətən Azərbaycan çox gözəl, zəngin bir ölkədir. Həqiqətən ölkəmizin çox gözəl görməli, gəzməli, qədim tarixə malik olan yerləri vardır ki, yəni hələ nələr biz kəşf etməli, onları bir-bir araşdırmalı, öyrənməliyik. Çox sevindim ki, həqiqətən mən bu hissələri gördüm və orada olan, düzdür, bəzi yerlərdə olan bəzi yeməkxanalar, nə bilim, bu tipli şeylər biraz korluyurdu gözəlliyini. Amma sanki hər daşında, torpağında bir gözəllik var idi. Sanki bir qeyri-adilik var idi, qədimilik var idi. Və bu qədimiliklə də biz Azərbaycan xalqının necə uzun illər olan tarixini göz önünə gətirərək görür və onlarla fəxr edir, onlarla yaşayır və gələcəyimizi ötürməyə çalışırıq. Bu isə bir Mövsüm ağanın ocağıdır. Yəni, bu ocağa dua eləmək üçün getdim. Həqiqətən çoxdan idi, arzusunda idim. Çox gözəl bir, belə deyək də, içəri bir nizam, intizam var idi. Sanki insanlar arasında sakitçilik